Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqların izahıdır. Atomun quruluşu bölməsindən başlayaq. Neytral atomun nüvəsində 7 proton, 8 neytron var. Nüvə ətrafında neçə elektron var? Baxırıq, burada neytral atom şərti var. Deməli, protonların sayı elektronların sayına bərabərdir. 7 protonu varsa 7 dənə də elektronu var. Atom özünə 2 elektron birləşdirmişdir. Alınmış iyonun yükünün işarəsi və qiyməti hansı halda düzgün göstərilmişdir. Atom özünə elektron birləşdirirsə bilirik ki, mənfi iyona çevrilir və yükü 2 elektrona bərabərdir. Mənfi və 2. Cavabımız olar A variantı. Diaqrama baxaq. Rezerford modeli, Bohr modeli. Elektronlar nüvədən ixtiyari uzaqlıqda deyil, yalnız müəyyən orbitlərdə dövr edir. Bu, bilirik ki, dərslikdən Bohr modelinə uyğundur. Elektronlar nüvə ətrafında ixtiyari dairəvi orbitlər üzrə hərəkət edir. Rezerford modelinə uyğundur. Nüvənin elektrik yükü ədədi qiymətcə elektronların elektrik yükləri cəminə bərabərdir. Hər ikisinə uyğun gəlir. Atomun kütləsinin böyük hissəsi nüvədə toplanır. Bu da hər ikisi üçün ortaqdır. Cavabımız olar 2, 1, 3, 4. Baxırıq, bura 2, 1, 3, 4 cavabımız olar A variantı. Atomun təsvir edilmiş quruluşunda nüvəsi hansı rəqəmlə göstərilmişdir? Nüvə mərkəzidir və baxırıq ki, burada ümumi göstərilən burada 1-dir. Baxırıq, burada 2 elektrondur, 3 protondur, 4 neytrondur. 5 də ümumilikdə atomdur. 5-ci tapşırığımıza baxaq. Diametri təqribən %5 metr olan alma hidrogen atomundan neçə dəfə böyükdür? Bilirik ki, hidrogen atomunun diametri təqribən 0,1 nanometrdir. 0,1 nano da 10 üstü -9'dur. Metrə çevirərik. Neçə dəfə böyükdür? Deməli, 0,5 bölünsün 0,1 vur 10 üstü -9. Bu da eləyər 0,5 vur 10 üstü -9. Bunu da eləyər 10 üstü -9. -9 yuxarı qalxanda olar -9. Birini də buna vursaq onun eləyər 5 vur 10 üstü 8. Cavabı milyonla ifadə et. Bunun 6 dənəsi milyona çıxsaq, onda qalar 5 vur 10 üstü 2. O da eləyər 500. Cavabımız olar E variantı. 6-cı tapşırığımıza baxaq. Deuteriumun nüvəsinin kütləsi elektronun kütləsindən təqribən neçə dəfə böyükdür? Bilirik ki, burada deməli protonlarla neytronların kütlələri bir-birinə təqribən bərabərdir və bunlar elektronun kütləsindən hər birinin kütləsi 1840 dəfə böyükdür. Demək, ən kiçik kütləyə malik olan elektrondur. Deuterium nüvəsində bir proton, bir neytron vardır. Ətrafında da bir elektron vardır. Bu modeli artıq biz dərsimizdən bilirik. Onda deməli, bir proton və bir neytronun hər birinin kütləsi elektronun kütləsindən 1840 dəfə böyükdür. 7-ci tapşırığa baxaq. Hansı ifadələr doğrudur? Daltona görə elementlər kiçik və bölünməz zərrəciklərdən, atomlardan təşkil olunub doğrudur. Müsbət yüklü maddə daxilində mənfi yüklü elektronlar səpilmiş vəziyyətdə olur. Bu deyil. Bir elementin bütün atomları eynidir. Fərqli elementlərin atomlarının kütlələri və ölçüləri də fərqlidir. Bu da doğrudur. Atom mərkəzindəki kiçik ölçülü və müsbət yüklü nüvədən onun ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarətdir. Bu da Daltona görə verilməmişdir. Deməli, cavabımız olar 1 və 3. 8-ci tapşırığımıza baxaq. Uyğunluğu müəyyən edin. Müsbət yüklüdür. Müsbət yük nə vaxt olur? Elektronların sayı protonların sayından az olsun. Nüvəsində 8 proton, 8 neytron və nüvəsinin ətrafında 6 elektron olan əlaqəli sistem. 8 protonu, 6 elektronu varsa, deməli protonların sayı çoxdur. Müsbət yüklüdür. 1-ə A. Nüvəsində 8 proton, 9 neytron və nüvəsində 8 elektron var. 8 proton və 8 elektron, onda bu neytral atomdur. Neytral atoma yazarıq B.
Nüvəsində 8 proton, 9 neytron və nüvənin ətrafında 7 elektron vardır. 8 proton, 7 elektron varsa müsbət yüklüdür. Bura yazırıq C. 8 proton, 9 neytron və 9 elektron vardır. 8 proton, 9 elektron varsa elektronlar çoxdur, mənfi yüklüdür. Mənfi yazarıq D. 8 proton, 7 neytron və nüvəsinin ətrafında 8 elektron var. Bu da 8 proton, 8 elektron varsa neytraldır. Burada yazarıq Y. Mürəkkəb əlaqəli sistemdə hansı zərrəcik protondur? Protonlar müsbət yüklüdür. Baxırıq 3 protondur. 4 belə ümumilikdə nüvədir. 2 neytrondur. 1 də elektrondur. Rezerford təcrübəsindən hansı nəticələr alındı? Rezerford təcrübəsindən belə bir nəticəyə gəldi ki, atomun quruluşu Günəşin planeter modelinə oxşar. Yəni burada planeter modeldə, yəni mərkəzində Günəşdir və ətrafında orbitlər üzrə hər planet hərəkət edir. Rezerford modelində də, yəni atomun quruluşunu bu cür vermişdir ki, atom müsbət yüklü nüvədən, yəni nüvəsində müsbət və neytronlar var, ətrafında isə mənfi yüklü elektronlardan ibarətdir. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.